Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmənin hazırki mərhələsində növbəti baxış iclasında Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmasına dair sənədlər, subutlar, faktlar araşdırılır. Məhkəmə prosesində zərərçəkənlər ifadə verirlər, təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar. Qeyd olunur ki, həmin vaxtda 1993-cü ildə Ermənistan Kəlbəcər rayonunu işğal edərkən Azərbaycanlılara qarşı çoxsaylı cinayət əməlləri törədi. Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələri barədə zərərçəkənlər ifadə verirlər və ifadələrində bildirirlər ki, həmin vaxtda rayon işğal olunan zaman onları məcburi şəkildə öz doğma yurd yuvalarından didərgin salıblar. Həmin vaxtda hətta onlara humanitar dəhliz belə verilməyib ki, onlar rayonu tərk edə bilsinlər, quruca canlarını qurtara bilsinlər. O vaxtda həmin insanların böyük bir hissəsi qətlə yetirilib, bir hissəsi isə Ermənistan tərəfindən əsir və girov götürülüb. Zərərçəkənlər ifadələrində girovluqda saxlandıqları müddətdə onlara verilən işgəncələrdə məhkəmə prosesində danışırlar. Qeyd edirlər ki, onlar girovluqda saxlandıqları zaman onlara qarşı amansız rəftar olunub, günlərlə aç susuz saxlanılıblar, sümüklərini qırıblar, qulaqlarını kəsiblər, bədənlərinə xaç işarələri çəkiblər. Hətta həmin vaxtı Azərbaycanlıların bir hissəsi, girovluqda saxlanılan insanların bir hissəsi bu işgəncələrə dözməyərək canlarına qəsd ediblər. Məhkəmə prosesində zərərçəkənlər Başlıbel faciəsindən danışırlar. Hansı ki, həmin faciə zamanı Azərbaycanlılara sığınacaq belə verilməyib. Onlar kahalarda qalıblar uzun müddət. Bəziləri öldürülüb, bəziləri girov götürülüb və nəticədə 100 gündən çox, 113 gündən sonra həmin kahaları onlar tərk edib hissə-hissə gəlib Azərbaycanın digər bir ərazisinə gəlib çıxa biliblər. Məhkəmə prosesində subutlar, faktlar təqdim olunur. Azərbaycan kəndlərinin necə yandırılmasına dair, Azərbaycanlıların necə girov götürülməsinə dair, hansı ki, həmin sənədlərin, subutların, faktların, video materialların, daha doğrusu video materialların bir hissəsi Ermənistan tərəfindən o vaxtda lentə alınıb, hansı ki, Azərbaycan ərazilərini necə işğal etdiklərini həmin video materiallarda qeyd edirlər. Məhkəmə prosesi açıq keçirilir və bizim bugünkü xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.